partlayır da bu maşın alışıb yanır. Bir tərəfdən qorxmayan insan normal adam deyil. Yəni bu mütləqdir də, bu mütləqdir. İkinci bir halda siz baxın, o qədər o bizim əskərlərimiz o anda o qədər o şərəf, his, o həyəcan var idi ki orada, yaxşı mənada, yaxşı mənada. Biz yəni bəlkə də düşmən tərəf olsaydı qoyardı, qatardı, bütün proseslər olurdu. Amma 6 dənə maşın gözümüzün qabağına düzülür, biz maşınımızı saxladıq orada. Bax, həmin bu Ural idi. Sürücüsanı, Səxavət, ev yox. Bax, həmin bunun ətrafına baxın, bax, sağ soluna fıranın hamısı deşik-deşikdir. Bax, fransız görərsiniz ki, maşının sağı sol hamısı deşik. Patpresi sol tərəfdən qırıqdır, elə içinə də qalıb orada. Saxlamışıq nəyiz? Düşmüşük ki, görən maşının içərisində yanan, nə bilim, nə olan. Aviasiyada başımızın üstündədir. Yəni, Allah saxlayanda qurban olum Allaha. Bu şey bizimkilər qaldırdılar, nə bilim, nə oldu, nə olmadı. İsmətli də, yəni, 6 dənə maşın orada yandı, yoldaşlarımızı çıxartdıq, təxliyə elədik. Yaralılara ilkin tibbi köməklik göstərdik. Sağ salamatlı yenə davam elədik yolumuzu.